sözlər var ki, baxın, atlas, Servis, sonra, servis. bəli, mətin, servis, gözün, sənət olmasa, servis, sənət, sonra süfrə, sürfə, belə sözlər anonim kimi götürülə bilməz. Atlas nədir? Xəritələr toplusun. Atlas parça. Atlas nədir? Son hızı ilə bitən. Parçadır. Mətn nədir? Bizim oxuduğumuz yazılı bir, hansısa bir hekayədir, bir kitabdan oxuduğumuz mətn. Mətn nədir? İradəli, dözümlü deməkdir. Servis nədir? Qulluq, xidmət. Servis zı olanda qab-qacaq mənasındadır. Servis olanda qab-qacaq mənasındadır. Sənəd nədir? Məsələn, mən sənədlərimi bu il ali məktəbə verdim. Bir də var peşə ixtisas mənasında. Süfrə nədir? Süfrəni salıram masanın üzərində. Sürfə nədir? Həşəratların qoyduğu yumurtalar aralarında sürfə. Baxırsınız uşaqlar, belə sözlərdə necə sözlər götürülə bilməz? Anonim kimi götürülə bilməz. Və yaxud da bir dənə bir söz var. Deyirəm ki, görün, diqqətlə baxın. Tələffüzcə, yəni danışanda eyni cür səslənir, yazılışca fərqli olan sözlər anonim kimi götürülə bilməz. Məsələn, deyirəm ki, xeyir, yox mənasında. Bir də deyirəm ki, xeyir, mənfəət gəlir mənasında. Sonra uşaqlar, deyirəm ki,